Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərlə əsas mövzulardan sayılan hissənin izahını bölüşəcəm, başlayaq. Deməli, əvəzliklərin cümlədə rolu. Cümlə üzvü olaraq biz əvəzlikləri, belə deyək də, hansı cümlə üzvü götürə bilərik? Məsələn, ilk olaraq bu hissədən başlamaq istəyirəm, standart olaraq. Şəxs əvəzlikləri əgər müstəqil formada işlənibsə, yəni tərkibdə deyilsə, o zaman şəxs əvəzlikləri bu formada işlənərsə mübtədə olacaq. Mən gəldim, sən getdin, o gəldi, biz getdik, siz getdiniz, onlar getdilər. Bu məqamlarda fikir versəz tərkibə daxil deyirlər deyə belə standart cümlələrdə şəxs əvəzlikləri mübtədə funksiyasında olurlar. Əlbəttə ki, biz şəxs əvəzliklərinə deməli, hər hansı bir xüsusi şəkil artırıb onları tamamlıq funksiyasına sala bilərik. Məsələn, məni, mənə, səni, sənə, onu, onda, ondan, bizə, bizi və s. Bu tiplər deməli tərkibdə deyilsə, kim nə sualına cavab verəndə mübtəda, kimə nəyə suallarına cavab verərsə, kimi nəyi, kimdə nədə, kimdən nədən suallarına cavab verərlərsə tamamlıqdır. Bunlar şəxs sonluğu götürüb, şəxs şəkilçisi ilə işlənib xəbər də ola bilərlər. Məsələn, gələn mənəm deyəndə artıq sən mənəm ifadəsinə xəbər deyəcəksən. Məsələn, odur deyəndə artıq buna xəbər demiş olacaqsan. Elə şəxs əvəzliklərinin içərisində bir balaca istisnalardan danışaq. Məsələn, bizə gedək deyəndə bizə zərflidir. Yazıram. Bizə gedək ifadəsində bizə zərflidir. Yəni bunu da belə deyirik ki, şəxs əvəzliyi zərfli funksiyasındadır. Bizə bax deyəndə bizə sözü burada tamamlıq olar. Yəni qısası bu tip ifadələr baxır hansı suala cavab verir. Zərfin sualına cavab verirsə zərflik, tamamlığın da sualına cavab verirsə isə tamamlıq sayılmış olacaq. İndi isə baxaq işarə əvəzliklərindən görək, işarə əvəzlikləri hansı cümlə üzvləri funksiyasında olurlar. Bəli, baxın, işarə əvəzlikləri o, bu, elə, belə, həmin. Sizdən soruşsalar neçə işarə əvəzliyi var, deyəsiniz 5. Bunlar da sadəcə bunun müxtəlif deformasiyaya uğramış formalardır. Yəni, şeirlərdə həmən görə bilərsiniz, həminin yerinə, haman görə bilərsiniz. Deməli, işarə əvəzlikləri əsasən cümlə üzvü olaraq təyin olurlar. Məsələn, o qız, bu qız, elə qız, belə qız, həmin qız. Əsasən təyin olurlar. Məsələn, şəxs sonluğu götürüb, aralarından bəziləri şəxs sonluğunu götürüb, olacaq xəbər, məsələn, budur, elədir, beləyəm. Bunlar artıq şəxs sonluğunu götürüb xəbərdə ola biləcəklər. Daha sonra aralarında ismin kateqoriyasını götürüb də, məsələn, bunu, buna, eləsini, beləsinə, bu tip ismin kateqoriyasını götürəndən sonra tamamlıq funksiyasında da işlənə bilərlər. Hətta aralarında 2 dənə işarə əvəzliyi var ki, zərfli funksiyasında daşıya bilərlər. Məsələn, elə danışma, belə söyləmə və s. Bu formada işarə əvəzliklərində yadda saxlayaq cümlə üzvləri olaraq. Gəlirik təyin əvəzliklərə. Bəli, mütləq bunu da izah edim ki, o bayaq dediyimiz tərkib anlayışının problemi hər bir əvəzliyə aiddir ki, məsələn, nə olsun ki, bu müstəqil cümlə üzvü olur. Bu tərkibə daxil olsa artıq tərkibin daxilində başqa cür olacaq. Məsələn, biri var yazıram bu mənimdir. Bu zaman deyərəm ki, tamamlıq. Bir də var, daha doğrusu mübtəda. Bir də var deyirəm ki, bu qələmi götürəndə nə vaxt, nə zaman? Bu qələmi götürəndə. Artıq gördünmü? Bu əvəzliyi tərkibə daxil oldu. Yəni, bayaqdan dediyim qaydalar tərkib olmayan vaxt keçərli olan qaydalardır. Tərkib olan vaxt isə gördünüz ki, tərkibə daxil olur həmin əvəzliklərdə. Davam edək indi təyin əvəzliklərlə.
hər kəsin bilməli olduğu öz, hər, bütün, filan, eyni. Təyini əvəzliklər də əsasən təyin funksiyasında olurlar. Məsələn, hər insan, bütün məsələlər, filan qız və s. Gördünmü? Əsasən təyin funksiyasında olurlar. Bunlar da tərkibə daxil olanda tərkib nə edirsə, həmin cümlə üzvü funksiyasına bunlar daxil ediləcəklər. Bundan əlavə, məsələn, eynisi, bax, onun eynisi, onların eynisi deyib də, sən buna ismin kateqoriyasında qoyursan. Eynisi məndə də var idi. Nə məndə də var idi deyəndə artıq ismin kateqoriyasını götürdün deyə mübtəda funksiyasında oldu. Eynisini sənə verəcəm deyəndə artıq bunu sən tamamlıq funksiyasında işlədə bilərsən. Bu lap eynisidir ki deyəndə artıq eynisidir xəbər oldu. Yəni uzun sözün qısası. Əsasən bunlar təyin funksiyasında olurlar. Aralarından eyni əvəzliyi var ki, ismin kateqoriyasını götürüb mübtəda ola bilər, tamamlıq ola bilər, şəxs sonluğu ilə işləyəndə xəbər ola bilər. Və yaxud da öz əvəzliyinə gəl mənsubiyyət qoyaq, özüm gəldim, mübtəda oldu. Özümə lazımdır, tamamlıq oldu. İndi isə baxaq qeyri-müəyyən əvəzliyə. Bəli, qeyri-müəyyən əvəzliklər, məsələn, yazıram bura kimsə, nəsə, hamı, hərə, hər kəs, filan kəs, bəzi və s. Qeyri-müəyyən əvəzliklər əsasən ismi əvəz edirlər deyə ismin hansı cümlə üzvü olduğunu bilsəz, bunları da tapacaqsınız. Məsələn, mübtəda funksiyasında olanlar, tamamlıq, xəbər funksiyasında. Kimsə axtarmasın deyəndə kimsə mübtəda. Kimsəyə sualım yoxdur deyəndə kimsəyə tamamlıq. Məsələn, gələn filan kəsdir deyəndə filan kəsdir xəbər. Gördünmü? Həm mübtəda olur, həm tamamlıq, həm də xəbər. Aralarında yeganə qeyri-müəyyən əvəzlik bəzi əvəzliyidir ki, bu özünü təyin kimi aparır. Yəni təyindir bu, daha doğrusu. Kimi yox, elə təyinin özüdür. Məsələn, bəzi insanlar deyəndə artıq sən bəzi qeyri-müəyyən əvəzliyinə təyin kimi yanaşmış olacaqsan. Davam edək sonuncu növlə sual əvəzlikləri. Gəlin nümunə yazaq. Kim dərsə hazırdır. Bəli, ilk olaraq yada salaq ki, sual əvəzlikləri bütün əsas nitq hissələrinin sualları sayılır. Kim dərsə hazırdır deyəndə sual əvəzliyimiz mübtəda oldu. Kimi tanıdın deyəndə sual əvəzliyi tamamlıq oldu. Gələn kimdir deyəndə sual əvəzliyi xəbər oldu. Haraya gedirsən deyəndə sual əvəzliyi oldu, zərflik. Daha sonra neçə manatdır deyəndə artıq sən buna təyin deyəcəksən və s. Gördünmü? Yəni hər bir məna növün demək olar ki, hər cümlə üzvü kimi işlənməyinin şahidi olduq. Bu tip izahlar bizə sintaktik təhlildə daha çox aydın olacaq əlbəttə ki. Bu tip izahların dəyərini o zaman daha yaxşı biləcəksiniz ki, mən vaxtında bu izahı bu təhlili üçün bilməliydim. Dəyərli müdavimlər, izahlar yararlıdırsa bəyənməyi, paylaşmağı, xoş rəy yazmağı, ümumiyyətlə təklifinizi, iradınızı bildirməyi unutmayın.